Salam səhifəmin gözəl izləyiciləri. Necəsiz? İnşallah ki, yaxşısınız. Sabah qızımın ad günüdür. Ona görə də sinif yoldaşları onun ad günü təbrik etmək üçün gələcəklər bizə. Ona görə də yüngülvari alış-veriş elədik. Elə bu qonaqlığı, açdığım süfrəni, bişirdiyim yeməkləri sizinlə paylaşmaq istədim. 2 dənə toyuq, 1 ədəd file, biraz da mirmeyvə, biraz turşu, nə bilim yağ. Yox, yağı bugün almamışdıq. Yağı sabah alacağıq. Düyü, konfetlər falan almışdıq. Biraz da mirmeyvə, onu da dedim. Burada toyuğu doğrayıram və bastırma kimi eləyirəm. Əslində fikrim duxovkaya qoymaq idi. Sonra qızım dedi ki, yox da, bəs aşın elə altına qoy. Burada toyuğu doğrayıram. Bilmirəm sizlər də belə edirsiniz ya yox, amma mən toyuğun dərisini demək olar ki, çıxardıram üstünə. Bir dənə qanad və bel hissəsində dərisi qalır. Yəni heç sevmirəm. Əslində qızaranda çox adam onun dərisini sevir, amma mən sevmirəm deyə demək olar ki, baxın necə belə soyub çıxardıram. Bütün bud hissəsi, bud dib hissəsi, file hissəsi, hər tərəfi. Yenə dediyim kimi bir qanadlarında, bir də bel hissələrində qalır. Daha sonra toyuğu doğrayıram və üzərinə duz, istiot, nə bilim toyuq üçün ədva, siz kari də vura bilərsiniz. Biraz tomat. Amma tomat vuranda mən sizə bir söz deyim. Aş qızaranda aşın altındakı toyuğun rəngi biraz qara kimi olur. Ona görə çox vurmayın, çox az. Hardasa 1 xörək qaşığı falan belə mayonez, tomat vursanız bəsdir. 2 xörək qaşığı da mayonez vurub və qarışdıracağım. Burada da toyuğu doğraya gedib salat üçün qoyduğum tərəvəzlərə baxıram. Deməli kök, kartof və yumurtanı bir qazanda qoymuşdum. Şuba salat eləyəcəm. Toyuqla bir qazanda da file qoymuşdum. Ayrıca qazanda da çoğundurları qoymuşdum. Demişdilər ki, çoğunduru bütün saplaqlı falan da qoyanda daha tez pişir. Amma çoğundurdu da, yenə də neynəsən də gec pişir. Toyuğu doğradığım halda, toyuğu doğradım, yudum. Əvvəl dediyim dəqiqələrdə kimi ədvaladım və soğan da doğrayıb qarışdırıb, üzərinin də bir dənə klokla örtüb və soyuducuya qoyuram. Səhərə qədər sabah bişirəcəm. Amma bunları da eləyə-eləyə o tərəfdə də bişən yeməklərimə, daha doğrusu ərzaqlarıma baxıram. Hansı bişibsə demək olar ki, götürürəm. Burada toyuğu qəşəng yudum və qarışdırıram. Baxıram ki, dadına da baxıram. Arada ağzıma vururam, görürəm ki, duzu azdır. Biraz da duz əlavə eləyirəm. Mən ağız dadımını ancaq elə bilirəm də. Burada da yaxşı-yaxşı qarışdırıram. Əslində imkan olmadı. Biraz pis vaxtı gəldi, düşdü. Yoxsa tamamilə başqa şeylər düşünürdüm ki, başqa bir şeylər də əlavə eləyəcəm. Mən ümumiyyətlə evdə qonaqlıq olsun, nə bilim kimsə gəlmiş olsun, mən çox sevirəm ki, stolda hər şey olsun. Tək ki Allah hər kəsin ruzisini bol eləsin, hər kəsə bol ruzi versin və heç kəsin yanında baş aşağı eləməsin. Əsas da övladlarının qarşısında. Amma yəni çox sevirəm ki, olsun. Özə heç kəsdən də kömək istəmirəm. Hər şeyi özümə arxayınam ki, özüm eləyəcəm. Burada da toyuğun filesini götürdüm. Toyuqlu birinçik eləyəcəkdim və sümüyündən ayırıram. Toyuğun sümükdən ayırandan sonra fərqinə vardım ki, evdə ümumiyyətlə soğanı qutarıb. Ən axırıncı soğanı sən demə bayaq ki, toyuqlara vurmuşam. Ona görə bir dənə qırmızı soğan var. Dedim, heç nə olmaz. Onu da gətirdim, toyuqla bərabər çəkdim və yaxşı dağ olunmuş yağda qovurdum. Biraz da duz istiot döktüm. İnan dadı super idi. Yəni ki, fikirləşdim ki, bişəndə görəsən qırmızı soğanın dadı hiss olunar. Yəni başqa cür dad gələr. Amma baxdım ki, çünki adətən deyirlər ki, qırmızı soğan yemək pişirmək üçün yaranmır da. Amma valla super idi. Həqiqətən də super idi. Burada da qablar çıxdıqca yuyuram. Yəni qoymuram qablarımız artsın, sonra mənə çətin olacaq. Burada da ayırdığım fileni falan hamısını qəşəng ət çəkən maşından çəkirəm. Demək olar ki, bu dəfə menümdə ən əsas toyuq və filedən olub. Yox, kasıbın olanından. Burada artıq qovururam fileni və kənarda keçib birinci xəmir elədim. Əvvəlcə istədim vençiklə eləyəm, qarışdıram. Sonra gördüm ki, yox, un topaclanır. Mikserin qabına atıb və mikserlə başladım qarışdırmağa. Birinci xəmiri üçün 2 stəkan su, 2 stəkan süd, 4 ədəd yumurta, 1 çay qaşığı duz, 2 stəkan un, 4 xörək qaşığı da bitki yağı. Qarışdırırıq, biraz da pesok. Və belə-belə mən də birinci tavalarına fikir verməyin. Birinci tavalarım çox köhnəlib. Ümumiyyətlə demək olar ki, tavalarımın 60-70% köhnəlib. Çox az
Təzə tavalarım, qazanlarım qalıb. Mən də işə gedəndə uşaqlar vəbşə də bişirə-bişirə tamam yaman günə qoydular. Ona görə də hələlik bu aralar almağa imkan yoxdur. Amma inşallah ki, uşaqlar ali məktəbə qəbul olsunlar. Ondan sonra artıq qazancımızı evə qoyacağam yenə də. Burada bilincikləri bişirirəm. Əslində bilincik bişirməyi heç sevmirəm. Sadəcə hövsələm çatmır, səbrim çatmır. Amma əgər beynimə qoyuramsa eləyirəm. Hesabladım 34 ədəd. Mən bir pors yarım bilincik eləmişdim. Hardasa 34 ədəd bilincik çıxmışdı. Ondakı qızardanda, ətlə qızardanda baxdım. Baxın, çox qəşəng kövrək bilincik xəmirləri alınır, super olur. Yəni etmək istəsəz mütləq edin. Əgər istəsəz bunu ayrıca da video olaraq çəkib paylaşaram. Artıq uşaqlar gecə saat 2 idi. Artıq uşaqlar yerlərinə girmişdilər, yatmışdılar. Mən də sakit-sakit terapiya kimi başladım bilinciklərimizi ət qoyub və bükməyə, soyuducuya qoyub və sabahları tezdən oyananda onları qəşəng qızardacağıydım. Bunları etdikdən sonra artıq çox yorulduğumu gördüm. Qabları yuyub və birbaşa yatmağa getdim. Həqiqətən çox yorğun idim. Sanki ayaqlarımın altı ağrıyırdı bütün günü gəzməkdən. Onu et, bunu et, onu et, bu et. Artıq budur, növbəti günün səhəri oyanmışam. Artıq şuba salatını eləməyə başlayıram. Demək olar ki, pilə-pilə elədikcə onun da resepti var kanalımda. Əgər istəsəz baxa bilərsiniz. Ümumiyyətlə belə qat-qat olan salatları həmişə çəmbərdə yığıram. Elə çox səliqəli olur. Bir də mayonezi də belə məndə indi əslində krem torbası yoxdur. Evdə fayl var. Ona şey eləyəcəm. Ona yığıb elə tökürəm. Bunu duzluyum, istiyotluyum. Etap-etap sizinlə paylaşacağım. Ən son görüntü bu. Biraz göyərti var idi. Biraz qoz var idi. Biraz bəzək kimi eləmək istədim. Üstünü streçləyib və soyuducuya qoyacağım. Azərbaycanlı olduğunu demədən gözlər. Bütün salatlarda kartofu o qədər bol eləyirik ki. Mən həmişə bol eləyirəm, kənarda qalır. Bax belə, indi qoyacağım soyuducuya. Uşaqlar gəlinə qədər özünü tutsun. Qızım dünənləri yatmışdı. Onu da payını obruç uşaqlar yiyiblər. Ona görə biraz xaladelnikdə xəmir saxlamışdım ki, bilirdim ki qalmayacaq. Sabah tezdən duranda onu piraşki eləyərəm. Biraz onlar yuxudan oyanıb. Ona görə bu qalanlardan piraşki pişirəcəm. Mamamla isti-isti yesinlər. Deməli, burada otaqları tez-tez yığışdırdım. Daha sonra mənim də ki, pijamalarımdan olmaz da. Hamam tualeti yudum. Əliyev Ramiz tərtəmiz. Belə təmizlədim. Uşaqların da otağını yığdım. Bətül orada corab giyinir. Stolu da ortaya qoyduq. Yığışdırdım. Tostoranladım. İndi qaldı kokuna. Rəsul yeməklərə salam elə. Burada yuyulan paltarları çıxartdım. İndi asacam onları. Tez aşımızın suyunu qoyuruq. Qaynaması üçün artıq keçirik yeməklərə. Evlər, eşiklər şükür Allah təmiz. Bu da Luni'dir. Luni! Deməli, burada düyünü yaxşıca yudum. Burada da qabları yudum, yığışdırdım. Bu boş qabları da çıxartdım. İndi düzəcəyik. Artıq su qaynayır. Bunun 2 kilodur düyün. 2 qabda, 2 qazanda eləyəcəm. Çünki birdən obusuna çox sıxlaşar. Ona görə altının toyuqlarını da gecədən bastırma eləmişəm. İndi necə eləmişəm? Onu da çəkib paylaşacağım. Lavaşla eləmək istirdim, altına qazmaq olar. Bunu duxovkaya qoymaq istirdim, kartofla. Sonra qızım dedi ki, yox da mama. Aşın düyünün altına qoyun, elə çox ləzzətli olur. Ona görə də fikrimdən yayındım, daşındım daha doğrusu. Burada da belə. İnşallah ki, bəyənərlər. Sinfin uşaqları məni belə harasa bir yerə gedəndə görüblər, piknikdə falan da bir yerə düşəndə görüblər. Qızlar o qədər məni çox istəyirlər ki, mən birinci dəfə də eşidirəm də, yəni artıq 3 ildir qızım buradadır. Qızım bu sinifdə oxuyur. Birinci dəfə də eşidirəm ki, uşaqlar harasa getməyə can atırlar. Özlərinə maman aşın gəlirik yeməyə, bizə ancaq aş eləsin. Yəni heç bir başqa bir ad günə, uşaqların ad günə falan getdiklərini heç o eşitməmişəm. Birinci dəfədir ki, bizə gəlirlər ki, maman aş eləsin, aş yeyək. Mən də həvəslə. Düzü gəldi, ayın ortasına düşdü. Belə kreditlərin, uşaqların, nə bilim, hazırlıqları falan.
Yəni maddi cəhətdən biraz pis vaxta düşdüm. Yoxsa tamam başqa şeylərdə pişirərdim. Bu dəfə aş olacaq. Şuba salatı, birinçiklər, turşu falan, sonra tort. İnşallah ki razı gedərlər. Allaha and olsun, mən huşam da. Deməli düyünü süzdüm. İndi düşünürəm ki yağlayım və toyuğu düzüm də. Burada da düyünü süzmüşəm. Birdən yadıma düşdü ki yağ almamışam. Necə içimi çəkdimsə, yoldaşım bildi, nə olub? Deyirəm ki yağ almamışıq. Deyinə getdi yağ almağa. Bu az olan düyə gətirdim, lobya qatdım. Mən lobyalar çox sevirəm. Biraz lobyalı aş olsun. Necə yadımdan çıxıb yağ, dəhşət. Belə düzəldirəm artıq süfrəmi. Yağın gəlməyini gözləyənə qədər. Görək necə olacaq. Birini bu qazanda yığdım, birini də bunda. Bu iridir deyə. Bunda az tutur. İndi isə düyüləri əlavə eləyəcəm. Hə qızlar, demək aşlar dəmlənir. İkisi də lobyalı, bu sadə. Burada da birinciklər dünən eləmişəm. Onları qızardacağım. Buradakı qabları yer yığış elədim. Yenə qablar çıxdı. Onları da yuyacağım ki buralar əlimin altı boş olsun. İndi isə başlayaq birinciklərimizi qızartmağa. Dünən gecə saat 2'də eləmişəm bunları. Burada qızarırlar birinciklər. Yəni bunun hamısını qızardacağım. Bir də bu qabımı çıxartdım. Buna 4 dənəsinə ketçupla mayonez, birinciklə yemək üçün, ikisinə də sumaqla dolduracağım. Çünki sumağa batırıb yeyəndə çox ləzzətli olur. Bunlar da qızardaq. Belə yığacağım. Belə yığdım. Bir dənə də belə. Bunları da yanına koyacağım. Buna sumak götürdüm diye hissi olundu. Bakın. Bunları da turşu yığacağım. Böyle birbirlerine stolda ders görsənsinlər diye. En son görüntü bu kızlar. Turşuları da koydum. Birincikler de hazır. Sen demə. 3 dənə, 30 neçə dənə birincik pişirmişəm. Qızışanda mən. Kızlar bakın. Bu da şubanın son görüntüsü. Ben böyle çok sevirəm. Pışna olur. Demək hələlik bunları düzdüm. Buralarda boş yerler var. Onlara da aş koyacağım. Hələlik süfrəmin görüntüsü bu. Arıq qızdardılar diye 5'ini de sığıştırmışam divana. Bu kadar. Burada stol, süfrə burada da Luna'ya yatma. Mamasının güzel oğlu. Burada geçen de bükeceğim. Geçen gidem alsın. Burada artık olur seni bürümüşüm. Kızlar iş kurtardı. Yemekler hazır. Ve burada ikisi de bükmüşəm. Gözlük stolumuz hazır. İş kurtardı ama inarsız sanki ben döşüp bittim. Yoruldum burada. 2 dənə belə saxladım. Birdən mamam gələndə qalmaz mamaya saxladım. Əssalam. Qabları da yudum. Yığışdırdım. İndi isə qonaqların gəlməyini gözləyib və gedim geyinim. Məni görsəz qorxarsınız. Amma hər şeyi özüm elədim. Ümumiyyətlə heç bir qonaqda heç kəsi köməyə çağırmıram. Heç vaxt. Nə olur həmişə özüm tək eləyirəm. Nə bilim heç ehtiyac görmürəm ki, özümə o qədər inanıram ki, bilirəm ki, hər şeyin öhdəsindən yorulsam da özüm tək gələcəm. Ona görə heç vaxt heç kəs çağırmıram. Özümə arxalanıram, özüm eləyirəm. Bu dəfə də elə oldu. Düzdür, çox yemək olmadı. Amma yenə də Hoş gelmişsiniz. Gel. Tamam, hoş geldiniz. Geçin şuralar. Sağ olun. Sağ olun. Sağ olun. Akşam. Hoş gelmişsiniz. deməli çörəklər qoymuşdum ki, orada
çörək nədir, zibil atanda kənara qoyursan, kimsə gəlib götürür çörəklər üçün. Yəni belə də qoymuşdum kənara götürmək. Bibimiz gəlib o da doğurur ki, bu sualk eləyəcəm uşaqlara. Atdı yoxdur. Uşaqlar da yeyiblər. Salatdan da qalan budur. Allah mən deyəcəm. Patleti, hə. Şeydə ət çəkəndən sonra. Hə, adicə bir götürüb xırt eləyib. Sonra bunu ədva zat qatıb, qalina blanka zat qatıb bir adi suxari kimi deyirlər, üzümü. Demək, burada qabları yudum. Uşaqlar orada oynayırlar deyə yemək nədir, yığışdırıldı. Burada stəkanlar, burada da biraz pirinçiklərdən qaldı. Yeməklərimizdən də qalıb, aşdan da qalıb. Bu aşdan da qalıb. Sizə çay qoydum, dəm alsın çayımız. Son görüntü də bu. Bugün isə bu qədər. İndi buradakı qabları yığım, yuyum. Bəlkə sabahlarda qonaqlarımız oldu. Bəlkə əmmimizgil gəldilər bizə. İnşallah sabah ola, xeyir ola. Gecəz xeyrə qalsın. Günümüz inşallah xeyirli olsun. Hələlik.